Salam əziz şagirdlər və valideynlər. Sizi kanalımda xoş gördük. Gəlin tapşırıqlarımızı həll edək. Tapşırıqlarımız 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 54, 55 və 56-dakı tapşırıqları həll edək. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Yeni videolarımızdan yararlanın. Burada kanalımda bir çox tapşırıqların izahlı həllini və həll yolunu görmüş olacaqsınız. Gəlin başlayaq. Tapşırıq 5A. Mətni oxuyun. Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi qeyd edin. Novruz bayramı. Novruz bayramı Azərbaycanın milli bayramıdır. Novruz bayramı yaz fəslinin gəlişinə bir ay qalmış qeyd olunmağa başlayır. Belə ki, hər həftənin çərşənbə axşamı növbə ilə su, od, yel, torpaq çərşənbələri keçirilir. İlk çərşənbə su çərşənbəsidir. Həmin gün hamı səhər tezdən bulaq başına gedər, əl üzünü yuyur, suyun üstündən atlanır. Od çərşənbəsində adətə görə insanlar tonqal qalayıb üstündən tullanırlar. Bununla bütün pis günlərin geridə qalmasını arzulayırlar. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Axırıncı çərşənbə torpaq çərşənbəsidir. Həmin gün bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, qoğal, badambura və sairə bişirilir. Bayram xonçası bəzənir. Kosa, keçəl bu bayramın rəmzi obrazlarıdır. Onlar bayram axşamı insanları öz oyunları, nəğmərələri ilə şənləndirirlər. Deməli, burada milli adət-ənənələrimizi bizdə mətndə soruşur ki, Novruz bayramı ilə bağlı milli adət-ənənələrimizi qeyd edin. Gördük ki, biz mətndə su çərşənbəsində hər tezdən bulaq başına gedilir, suyun üstündən atlanırmış. O çərşənbəsində insanlar tonqal qalayıb tonqalın üstündən atlayırlarmış. Sonra Kosa, keçəl bayramın rəmzlərindən biridir. Onlar insanları şənləndirilmişlər. Keçək çalışma B-yə. Mətndə hansı Novruz adəti haqqında məlumat verilmir? Birinci şəkildə məlumat verilir. Burada su çərşənbəsidir. İnsanlar bulaq başına gedirlər. İkinci şəkildə uşaqlar yumurta döyüşdürürlər. Bu şəkil haqqında mətndə məlumat verilmir. Üçüncü şəkildə isə tonqal qalanıb, tonqalın ətrafında uşaqlar oynayırlar. Burada isə bu şəkil haqqında məlumat verilib. Deməli, ikinci şəkil haqqında məlumat verilmir. Çalışma B-də. Keçək çalışma C-yə. Hər abzas üzrə yarımbaşlıqlar tərtib edin. Deməli, birinci abzas Novruz bayramı, ikinci abzas su çərşənbəsi, üçüncü abzas od çərşənbəsi, dördüncü abzas yel çərşənbəsi, beşinci abzas torpaq çərşənbəsi, altıncı abzas bayram axşamı adlanır. Çalışma C. Qohumlarınızdan birinə Novruz bayramı münasibəti ilə təbrik açıqçası hazırlayın. Açıqçanızda nəzakətli ifadələrdən istifadə edin. Deməli, gəlin biz buna uyğun bir nümunə yazaq. Siz də öz istədiyiniz bir qohumlarınızdan birinə açıqça hazırlaya bilərsiniz. Salam əziz bacım, Novruz bayramınız mübarək olsun. Mən səni bu bayram münasibəti ilə təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrənizi, ruzi, qəlbinizi xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun. Uca Allah sizə bir-birindən həyat sevgisi ilə dolu xoşbəxt günlər nəsib etsin. Bu bizim açıqcamız. Çalışma D. Sinifdə ən çox sevdiyiniz bayram mövzusunda sorğu keçirin. Sorğu anketə aşağıdakı kimi tərtib edin. Sorğunun nəticəsinə əsasən diaqramı hazırlayın. Anket nümunəsi verilib. Burada şagirdlərinin adı və soyadı, bilik günü, bayraq günü, yeni il, Novruz bayramı, Qurban bayramı. Hər biri burada verilmişdir. Uşaqların adı. Siz isə sinifinizdə bunu hər bir uşağın adına uyğun edə bilərsiniz. Onların sevdiyi bayramların qarşısında isə işarəni qoymuş olarsınız. Biz burada yazırıq Nusayev Vüsal, sevdiyi bayramlar, yeni il. Keçək çalışma səhifə 56-ya. Səhifə 56-da ümumiləşdirici təkrar. Çalışma 6A. Mətni oxuyun. 3 əsas məlumatı qeyd edin. Dünyanın ən qədim xalçası. Azərbaycan xalqının ən qədim milli dəyərlərindən biri də xalçadır. Xalça divara vurmaq, yaxud ayaq altına
etmək üçün bəzəkli ev əşyasıdır. Hər bir xalçanın üstündəki naxışlar həmin xalqın milli mədəniyyətinin bir nümunəsidir. Bugün dünyanın məşhur muzeylərində Azərbaycan xalçaları nadir sənət əsəri kimi qorunub saxlanılır. Dünyanın ən qədim xalçası da elə Azərbaycana məxsusdur. Bu xalça Bərdəli toxucuların əl işidir. Onlar xalını toxuyarkən təbii bitkilərdən alınmış rənglərdən istifadə etmişlər. Ona görə də aradan min illər keçsə də rəngini dəyişməyən dövrümüzə gəlib çatmışdır. Bərdə xalçası hazırda Rusiyanın ən məşhur muzeylərindən birində Şuşa arxasında saxlanılır. Mətnin mövzusu nədir? Ev əşyaları, Azərbaycan xalçaları, məşhur muzeylər. Deməli, mətnin mövzusu Azərbaycan xalçaları. İkinci, Azərbaycan xalçaları. Çalışma C. Hansı cümlə mətnin məzmununa uyğun deyil? 1. Saz, tar, kamança Azərbaycanın milli musiqi alətidir. Bu, xeyr, mətnin məzmununa uyğun deyil. Azərbaycan Milli Xalça Muzeyində xeyli sayda qədim xalça saxlanılır. Bu, doğrudur. Azərbaycan xalçalarında istifadə olunan naxışlardan biri butadır. Bu da doğrudur. Deməli, burada saz, tar, kamança Azərbaycanın milli musiqi alətidir. Bu, mətnin məzmununa aid deyil. Çalışma C. Bölmənin mövzusuna uyğun atalar sözünü seçin. Bu dünyada şirin şey bir anadır, bir vətən. Deməli, üçüncü cümlə mətnin mövzusuna aid atalar sözüdür. Aşağıdakı cümlələrdə dırnaq işarəsilərin yerinə müəyyən edib düzgün şəkildə köçürün. 1. Heydər Əliyev demişdi. 2. nöqtə. Burada dırnaq işarəsi açılır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Burada dırnaq işarəsi ilə bağlanır. Bu şəkildə. Mən sözünü başlamışdan öncə burada dırnaq işarəsi qoyulur. Bir də söz cümlənin sonunda dırnaq işarəsi ilə bağlanır. İkinci, Bəxtiyar Vahabzadə deyib, 2. nöqtə, dırnaq işarəsi açılır. Vətən borclu deyil, biz borcluyuq vətənə, dırnaq işarəsi ilə bağlanır. Deməli, əziz şagirdlər və valideynlər, bugünkü tapşırıqlarımız bu qədər. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Siz kanalıma abunə olub və bəyənib videoları paylaşdıqca yeni videolarımızdan yararlana bilərsiniz. Hələlik. Növbəti videolarımızda görüşənədək.